hər hansı təhlükənin qarşılanmaq üçün ərzaq alınır. Bu dərman nə nüvə silahına qarşı heç nə yoxdur. Yol tərkib dərmanlar da uzaqda olanda, nə balaca radiasiya olanda qalxanvari vəzi qoruyur, yəni yoxdur elə bir şey. Sığınacaqda insan gizlənir, sadəcə olaraq ölüm ertələyir. 1 həftə, 5 gün. Başqa heç nə. Sonra İran dedi ki, nə bilim, ərazidə ABŞ hardan pul qazanır, nəqliyyat vasitələrdən, neftin keçimi, neftdən qazanırsa, oralar vurulacaq. Yəni, ümidvaram ki, bizim ora aidiyyətimiz yoxdur da o bölgə. Bölgə inidir, yəni Amerikada buradan pul qazanır. Yəni, Bakı Ceyhandır, başqa əsər müqaviləsidir, neft. Yəni, yəqin ki, bizim aidiyyətimiz yoxdur. Sonra danışdıq biz distinsiyalardan, köhnə xanımlardan, keçmiş Britaniyanın naziri hətta yetirilib. Nəsə vaxtda danışacağıq.